10. Bab. Süleyman Padişahının pənd nəsihətləri. Dana oğul şatlandırar atsını, nadan oğul qayğığı salar anısını. Paydı bəməz haram baylıq, ölümdün qutuldurar haqqanilik. Aç koymaz xuda haqqanilani, əməlgə aşırmaz yamanlağının arzusunu. Namrat bular, kol koşturup oturğalla, baylıq keltürer, öz kolu bilen işçallah. Akıl idraklık oğuldur, osulunu vaxtıda yıkkan, uyatkı kaldırdıgan oğuldur, orma mezgilide uxluğan. Bəriket, haqqanilanın bişiği yağar, zoravallıqını, yamanlanın sözleri yoşurar. Haqqanila, mübarek əslimlə kaldırar, yamanlağının nami tezla untulup qalar. Qalbide danalıq bolğan nəsihətni qobul qılar, əxməqləçə sözlügən balağa qalar. Diyanet yoludu manğanның qədimi bexətərdur, əgir yolda yürgənnin kuyruqi bir tutamdır. Gərəzlik göz qısqan, gəm qayguni keltürüp çıkırar, əxməqləçi sözlügən bala da qalar. Hayatlık buluqdur, haqqaninin sözü, yoşurar zoravallıqını, yamanlağının tili. Öçməllik, cidəl macra qozgar, mehir muhabbet, barlıq günahlarını yapar. Akılının ləvrirdin danalıq tamar, akılsızının dümbüsüge derre təyar durar. Danala bilimini içide saklar, əxməqnin tili halaket çakırar. Baylağının məzmut korgunudur öz baylıqı, namratlarının halakütüdür öz yoksuzluqı. Hayatlıqdır haqqaninin erişkini, günahdır rəzilinin tapqını. Tərbiyini qobul qılğıçı hayatlıq yoludur, tənbihini rədd qılğıçı yoldun azğan kişidir. Öçmənlikini yoşurğıçının sözü yalğan, əxməqdir başqılağa tökmət çaplığan. Günahtin xali bolmaz köp sözləydiğən, danadır tilini tatqan. Sap kümüştür haqqaninin ləvzi, ərzməzdir yamanlağının köngli. Haqqaninin sözü köpkə ozuq bolar, əxməqlə aqılsızlıqdın halak bolar. Baylıq keltürər, pərverdigarının bərikti, koşmaz bu baylıqqa dert elemni. Huzurlunar akılsız, yamanlık kılgınıdın, zoğlunar akıl, danalık işidin. Yamanның korkunu onun beşiği düşer, haqqanilanın arzusi əməlgi aşar. Kuyundun keyin yaman adem yoklar, haqqani adem məngülük uldək məzmut qalar. Sirke çişni, tütün közünü içiştirar, vurun özünü, işqı salğıçını avara qılar. Uzartar, pərverdigardın əyimniş ömürni, qısqı bolar yamanlağının ömrü. Şatlık elip giler, haqqanilarının ümidi, yok çıkar yamanlağının kütkini. Pərverdigarının yolu, diyanetliklər üçün başpanaqdır. Yamanlıq qılğıçılar üçün halakettir. Müstəhkəm turar, haqqani adam öz ornida, uzun turalmaz yamanla zeminida. Haqqaninin ağzıdın danalıq tökülər, yalğan sözləydiğən
til kesiler. Haqqanining so'zi kishilarga yoqar. Yamanlarning og'zidan quvluq shumluq chiqar.